26-cı sualda deyir ki, doğru olmayan fikrin müəyyən. Gəlin baxaq. İsim bütün cümlə özü vəzifəsindən çıxış edə bilir. Dostum bizə gəldi. Kim? Dostum. Mübtəda. Bu dostumdur. Xəbər. Dostumu gördüm. Tamamlıq. Dostum Akif. Hansı Akif? Oldu şey. Təyin. Bir də evə gəldi. Məsələn, hara evə? Oldu yer zərfliyi. Bu düzdür. Sonra kitabı sözünün yerinə görə ismin iki halda işlənən söz kimi düşünmək olar. Bəli. Kitabı mənə ver. Nəyi? Kitabı. Oldu təhsil halda. Kitabı bizdə qalıb. Onun kitabı bizdə qalıb. Oldu adlı kal. Bu da doğru fikirdir. Birinci və ikinci şəxslərdə mənsubiyyə şəkilçisi yalnız insana aiddir. Bəli. Birinci və ikinci şəxsdə yalnız insan olur. Üçüncü şəxsdə isə digər cansız əşyalara da aid ola bilər. Sonra mənsubiyyə şəkilçili sözlər işlənmiş cümlələrdə hökmən yiyəlik hallı söz işlənməlidir. Ümumiyyətlə hökmən, yalnız, sadəcə bu tipli şeylər olanda diqqətli olun. Belə bir şey yoxdur. Məsələn, kitabı bizdə qalıb. Kitabı sözündəki I nədir? Mənsubiyyət. Amma yiyəlik halı varmı cümlədə? Xeyr, özüm artırıram. Onun kitabı bizdə qalıb. Belə bir şərt yoxdur. Cavab yanlışdır, D variantı. Şəxs əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etmir. Bəli, şəxs əvəzliyi bilirik ki, hallanırlar, amma mənsubiyyətə görə dəyişmirlər. Buna görə bu da cavabımız olur, D variantı.